Salam dostlar, mən Aqildən Uyğur. Bugün sizlərə bir futbollar məsələləri deyən kitabdan bir qancha məsəl oxub verməkçiyəm. Xoraz bilən tülkü. Burunun burunuzda tülkü xorazın qızıl tacısını otməkiyim dəb oylab, xorazın körsül bədər qaçıtken. Xoraz bunun tolmayıranlıq hesqiltken. Bir günü o axır qayrət gəlib tülküdən sorabdı. Heyran mən, sənin üçün hər qədim məni görsən ol genç qaramay qaçsan. Həmmimiz oxşas hayvanıq. Mən bir sənədik otdan qorxmayın. Hey, o ot əməz. Əgər bizim otduysa, mən kan dağsıgib bundaq ərlikin azadə yürələyimən. Rast şundaqmı buna zatı bilməyəcəkən. Kel, sən sılap bax, o ot əməz. Kulun göyüb qalmaydı. Tülküyə yürük bok halda xorazının taysını sılap baxsa, yumuşaq durğu dək. Hiç oxşamağı dək. Paka bilən qusquş paka. Paka bilən qusquş paka yolda oynalatsa bir at gəlib qapdı. Qusquş paka pakağa. Paka vay çaqqan bol. Çaqqan bol. Atçılı oturdu. Dərhal taşının arası kirvalaydı. Dəbdu. Heç qısı yox. Dəbdu paqa pərə qılmasın poet. Mən deyən xəli raqı sehriyələyim. Qısqış paqa dərhal taşının arası kirvabdu. Ağıca at mı yelib gebdu. Və sehrey dəb durğan paqını dəssəb ödüb getdi. Qısqış paqa taşının arası çıkıp depti. Vay biçare, kargıma aptan ye. Gözüm koyulup gidip de emez mi? Ne dini depti pakayı yanılten vermeyi. Ben gözümün alaydı adı ben.